Milan Cortina 2026 qış Olimpiya oyunlarında Niderlandlı sürətli konki sürən Jutta Leerdam qadınların 1000 metr məsafəyə yarışında 1 dəqiqə 12,31 saniyə nəticə ilə qızıl medal qazanaraq Olimpiya rekordu müəyyənləşdirib. Doğru Xəbər Azərbaycan bildirir ki, 6 qat dünya çempionu olan 27 yaşlı idmançı qələbədən sonra sevincini fərqli formada qeyd edib. O köynəyinin yaxasını açaraq altındakı Nike loqolu geyimi nümayiş etdirib. Həmin görüntü qısa zamanda sosial şəbəkələrdə 6 milyondan çox baxış toplayıb. Həmin paylaşımın ardınca idmançı sponsorluq müqaviləsi bağlayıb və 1 milyon dollardan çox gəlir əldə edib. Nike isə paylaşımında bu qədər sürətli olanda icazə istəməsin mesajını yayıb. Jutta Leerdam qələbəsini gerçəkləşən xəyal adlandırıb. Bu, həqiqətən də gerçəkləşən bir xəyaldır, inanılmazdır. Finiş xəttini keçdikdən sonra çox təəccübləndim, çox yorğun və çox emosional idim. Femke Kok, həqiqətən yaxşı nəticə əldə etdiyi üçün bunun çətin olacağını bilirdim.